Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Sferas xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ev sahibi 5000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib. Səbail rayon polis idarəsi 8-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən iki qardaşı 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümid Sadiqov saxlanılıb. Araşdırmalarla onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri uğurlayaraq satdıqları müəyyən edilib. Araşdırmalar davam etdirilir.